Əziz Azərbaycanlılar, yaxın gəlin analoqsuz idarə olunan Azərbaycanın imza atdığı daha bir antirekordu sizin diqqətinizə çatdırım. Azərbaycan son 90 ildə 1000 nəfərə düşən doğuş sayına görə ən minimum həddinə çatıb. Bu rəqəm 10-dur. Təsəvvür eləyin, 1935-ci ildə hansı ki Azərbaycan SSR tərəfindən yeni işğal edilmişdi və Azərbaycana o dövrdə rəhbərliyi İvanoviç Ruben edirdi. Bu Rubenin idarəçiliyi altında olan Azərbaycanda doğuş sayı aşağı yuxarı bu gün Azərbaycanda Əliyevlərin idarəçiliyi altında doğuş sayı ilə eyni olub. Siz təsəvvür edirsiniz bizi hansı vəziyyətə gətirib çıxardıblar? Müqayisə üçün onu deyim ki, 1960-cı ildə İmam Mustafayevin dövründə Azərbaycanda bu rəqəm 1000 nəfərə düşən doğuş sayı 42,6 olubdu. Və daha sonra Vəli Axundov, ondan sonra da Heydər Əliyev gələndən sonra Heydərizm Azərbaycanın başına gələndən sonra bu rəqəm ilbəil düşüb və bugünkü vəziyyətinə gəlib çatıb. Əliyevlərin talançılıq siyasəti, qarət siyasəti, korrupsiya siyasəti bizim millətimizin genofondunu məhv etdi. Biz tariximizin ən qara səhvələrini, ən qara günlərini yaşamaqdayıq. Və bu gün nə baş verir? Bu gün Qəbələdə Türk Dövlətləri Birliyi altında özü kimi dəladuzları yıxıb başına, xalqa, millətə nağıl danışmaqla məşğuldur. Trolları da bunu təbliğ eləyir. Qara eynəyi də taxıb özünü mafiya başçısı kimi aparır. Xalqın, millətin qayğısına qalan kimi aparır. Güya bu millətçi olubmuş. Millətçi olan adamın, xalqın, milləti bu rəzil durumda olarmı? Xalqının, millətinin düşünən adamın gəncləri ailə qurmaqda çətinlik çəkərmi? Bugün Azərbaycan gəncləri işsizliyindən əziyyət çəkir. Ailəsi olanlar isə minimum həddə uşağa sahib olmaq istəyirlər, çünki onları dolandıra bilmirlər. Bunlar o qədər həyasızdılar. Bunlar o qədər qırmızıdırlar ki, indi durub Azərbaycanlıların konformist olduğunu və ona görə də ailə sahibi olmaq istəmədiklərini, uşaqlarının sayının azaltdığını deyərlər. Necə ki Avropada olduğu kimi. İnanın ki bunu deyərlər. Amma biz bugün bu mənzərənin tam əksini görürük. Qonşu Ermənistanda bu rəqəm 12-dir. İlhamın qardaşı Erdoğanda isə 11-dir. Hətta Türkiyə belə bugün Ermənistandan doğuş səviyyəsinə görə aşağı düşüb. Hamımızın bəyənmədiyimiz, lağ elədiyimiz İranda bu say 13-dür. Arxa dağlar olan, itlərinə heykəl qoyan Türkmənistanda isə 21,7-dir bu rəqəm. Bu rəqəmlər bizim millət olaraq bugün əsas problemlərimizdən biridir. Millətin öndə gələnləri, ziyalıları yığışıb bu problemlər ətrafında müzakirə aparmalıdırlar. Yoxsa ki İlham Əliyevin trollarının, onun mass mediasının bizə təqdim etdiyi trol başlıqlarla ətrafında olan müzakirələrə biz qatılmamalıyıq. Biz İlham Əliyev rejimini